Salam əziz izləyicilər. Bir pompa var qabağımda. İzləyicim göndərib. Usta gəlib bunu baxıb, yoxlayıb, deyib ki, sənin pompanda problem var. Həll eləyə bilməyib. Get təzəsini al, xarabdır deyir. O da soruşur ki, bəlkə kondensatordur. Kondensatoru yoxlayıb usta. Kəsib. Bax bu şnurları kəsib və yoxlayıb. Deyib ki, yox, kondensator nizamdır. Pompanın özündə nəsə çətin problem var, təzəsini al. O da gedib təzəsini alıb, köhnəsini mənə göndərib. Bağışlayıb da, belə ünsiyyətimiz yaxşıdır. Mən indi baxıram buna. Düz deyil, insanlar qınamalı deyil, insan çörək aparmalıdır balasına. İndi bilmir, bilgisi yetərli deyil, amma qazanmalıdır. Girişibdir ustalığa, amma başı çıxmır da. Gətirdim, mən də bax bu kondensatoru yoxladım. Oxunur mu 2,6 mikrofarad bunun üstündə? Buraya burada. Niye fokusa gelmir? Yaş 2,6 mikrofaraddır. Bu da 2,6'dır. Burada yaş oxunur. Amma ölçürəm. Nə gəzir burada 2,6 mikrofarad? Yoxdur elə bir tutum, yoxdur. Xarabdır bu kondensator. 587,9 nanofarad. Deməli bu zibildir. Yəni pompada bunu dəyişmək lazım idi ki, pompa işləsin. Təzəsinə ehtiyac yox idi. Bu isə üstü oxunmayan, çətin oxunan kondensatorumuzdur. Baxırıq. 2,36 mikrofarad. Bunun özü olmalıdır 2,5 mikrofarad olmalıdır. O birinci yuxarıda yazılan rəqəm 2,5. Amma göstərir nə? 2,3 göstərir. Deməli, bunun da müəyyən problemi var. Bir dənə də başqa kondensator götürmüşəm, 3 mikrofaraddır. Bax, bu 3 mikrofarad oxunur. 3 mikrofarad. Ölçürəm. Üç mikrofarad tərtəmiz. Bax, belə şeylər var. Əgər ustadırsa, mütləq onun tester olmalıdır. Gözü yumulub ölçməli deyil, cəmaatı da allatmalı deyil. Sağ olun, sağlıqla qalın.